Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr. Bugün mən sizlər üçün ali riyaziyyatdan kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin belə bir mövzusu, Koşi teoremi, Koşinin integral düsturu, Koşi tipli integral mövzusunu şərh edəcəm. Əvvəlcə onu deyim ki, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi geniş bir bölmə olduğundan burada bizim bugünkü deyəcəyimiz mövzu həm də kompleks dəyişənli funksiyaların integralı mövzusunun davamı kimi olur. Əvvəlcə Koşi teoremini şərh edək. Teorem 1. Teorem 1 Koşi teoremi. Əgər f(z) funksiyası bir rabitəli məhdud D oblastında analitikdirsə, onda f(z) funksiyasının bu oblastda yerləşən istənilən hissə hamar qapalı L konturu üzrə integralı sıfıra bərabərdir. Yəni, integral L konturu üzrə fz dz bərabərdir 0. Buna 1 düsturu deyək. Deməli, bu teoremin mahiyyəti ondan ibarətdir ki, əgər D oblastı məhdud oblastdırsa da və bir rabitəli oblastdırsa da, onda bunun daxilində qapalı L konturu üzrə fz funksiyasının integralı sıfıra bərabərdir. Və bir rabitəli oblast deyəndə həndəsi olaraq bu bir rabitəli oblastın mahiyyətini belə demək olar. Sonlu D oblastı daxilində yerləşən istənilən qapalı konturu oblastın daxilində qalmaqla eyni bir nöqtəyə sıxmaq mümkün olduqda bu oblastda bir rabitəli oblast deyilir. Bu həndəsi mənasıdır, bir rabitəli oblastdır. Və onu da deyim ki, teorem 1, yəni Koşi teoreminin tərsi də doğrudur və bu teorem Morer teoremi adlanır. Buna deyək teorem 2. Deməli, Koşi teoremində əsas mahiyyət bundan ibarət idi ki, bir rabitəli D oblastında fz funksiyası analitikdirsə də, onda bu oblastın daxilində hər hansı qapalı L konturu üzrə fz funksiyasının integralı sıfıra bərabərdir. İndi bunun tərsi doğru dedi. Bu teorem Morer teoremi adlanır. Bir rabitəli D oblastında kəsilməz fz funksiyasının həmin oblastda yerləşən istənilən qapalı kontur üzrə integralı sıfıra bərabərdirsə, yəni integral qapalı kontur üzrə fz dz bərabərdir sıfır bərabərliyi ödənilərsə, onda həmin funksiya D oblastında analitikdir. Və buradan göstərdik ki, bu sıfıra bərabər olduqda qapalı oblast üzrə, kontur üzrə integral, onda D oblastında fz funksiyası analitikdir. Və burada mən teorem 1-in, yəni Koşi teoreminin tətbiqinə aid bir neçə məsələ həll edəcəm, mahiyyətini başa düşək, sonra mövzumuzu davam edəcək. Məsələ 1. Məsələ 1.
İntegralı hesaplayın. İntegral bərabərdir qapalı kontur üzrə, L kontur üzrə z kvadrat bölünsün z plus i dz. Burada L modulca z bərabərdir 2'də 1 çevrəsidir. Yəni bu çevrəni təyin edir. Çevrəsidir. İstiqamət saat əqrəbinin əks istiqamətidir. İstiqamət saat əqrəbinin əksi istiqamətidir. Həlli. Əvvəlcə bir səndəsi olaraq çevrəni göstərək. Funksiyanın, integral altı funksiyanın harada analitikliğini təyin eləyək, sonra məsələmizi həll eləyək. Deməli, göstərirəm x, o, y z bərabərdir, modulca z bərabərdir 2'də 1 çevrəsi. O deməkdir ki, mərkəzi koordinat başlanğıcında radiusu 2'də 1'ə bərabər olan, radiusu 2'də 1'ə bərabər olan çevrədir. Və verilən funksiya, integral altı funksiya z kvadrat bölünsün z plus i məxrəcin sıfırından başqa, yəni z bərabərdir mənfi i nöqtəsindən başqa bütün S kompleks müstəvisində analitikdir. Deməli bunu və bu nöqtə L konturundan kənarda yerləşir. Bu yerləşir mənfi i, təqribən deyək ki, bax, mənfi i düşür bu nöqtəyə. Mənfi i oblasta daxil, bu çevrə daxili nöqtə deyil. Onda biz verilən misalımızı belə yaza bilərik ki, verilən oblastda L konturu üzrə funksiya analitikdir. Fz funksiyası modulca z bərabərdir 2'də 1 çevrəsi daxili və xarici nöqtələrdə analitikdir. Yalnız z bərabərdir mənfi i nöqtəsində funksiya təyin olunmuyor. Z bərabərdir mənfi i nöqtəsində. Və bunda Cauchy teoremini tətbiq eləsək, onda L konturu üzrə, L konturda bizdə modul z bərabərdir 2'də 1'dir. İntegral altı funksiya z kvadrat bölək z plus i dz integralı Cauchy teoreminə görə sıfıra bərabərdir. Beləliklə, bu integralın qiyməti sıfırdır. Məsələ 2-ni yazaq, başqa bir məsələ də yazacağım. İkinci məsələ Cauchy teoreminin tətbiqinə aid. İkinci məsələ.
Məsələ 2. İntegral hesablayın. L konturu üzrə dz z minus 4 i bərabərdir. Bu integralı hesablayaq. Burada L konturu x bərabərdir 3 kosinüs t, y bərabərdir 2 sinüs t, ellipsin parametri şəkildə tənliyidir. Deməli, bu ellipsdir, parametri şəkildə verilir. Ellipsindən ibarətdir qapalı konturu və mən bunun ellipsin tənliyini, kanonik tənliyini yazıb, onu həndəsi təsvirini verib, sonra məsələni həll edəcəm. Həlli. Qeyd eləyək. X bərabərdir a kosinüs t, y bərabərdir a sinüs t. Ellips tənliyi belə parametri şəkildə veriləndə, onda x kvadrat bölək a kvadrat, üstəgəl y kvadrat bölək b kvadrat bərabərdir 1. Analitik həndəsədən sizə məlumdur ki, bu ellipsin kanonik tənliyidir. Və bu kanonik tənliyə əsasən a böyük yarımıq, b isə kiçik yarımıq. Bunları həndəsi göstərək. X, o, y. Və nöqtələrimiz böyük yarımıq dedik ki, -3, müsbət 3, -2, 2. Və L konturu bu ellipsdir. Yenə də müsbət istiqamət sadə əqrəbin əksi istiqamətindədir. İstiqamət sadə əqrəbin əksi istiqamətindədir L konturu üzrə. Bu L konturu üzrə verilən integralı hesablamaq lazımdır. Və qeyd eləyək ki, fz funksiyası integral altı funksiya 1 bölək z minus 4 funksiyası z bərabərdir 4 nöqtəsi məxrəcin 0 olan 4 nöqtəsindən başqa bütün S kompleks müstəvisində analtikdir. Deməli, bütün S kompleks müstəvisində bu 4-dən başqa analtikdir. O 4 nöqtəsi də ellips xarici nöqtədir. Ellips xaricində yerləşdiyindən onda yenə də Koşi teoreminə görə bütün oblastda bu L konturundan əhatə olan oblastda integral altı funksiya analitik funksiyadır. Deməli, fz analitik funksiyadır bu L konturu üzrə. Koşi teoreminə görə i integralı bərabərdir. L qapalı ellips konturu üzrə dz bölünsün z minus 4 bərabərdir. Koşi teoreminə görə 0. Bu integralın da qiyməti 0-a bərabərdir. Mühazirəmizi davam edək. İndi mən Koşinin integral düsturunu şərh edəcəm və ona aid məsələ həll edərik. Teoremi deyək,
Cauchy'nin integral düsturunu, Cauchy'nin integral düsturu. Teorem 3. Tutaq ki, W bərabərdir fz funksiyası qapalı el konturu ilə əhatə olunmuş bir rabitəli D üstü-xətt oblastında analitik funksiyadır. Onda D oblastının istənilən Z0 daxildir. D nöqtəsində fz0 bərabərdir 1/2 pi i qapalı el konturu üzrə integral fz bölünsün z minus z0 dz bərabərliyi doğrudur. Buna deyək 3 düsturu. Deməli, onda bu 3 düsturuna Cauchy düsturu deyilir və bu düsturun sağ tərəfindəki integrala isə Cauchy integralı deyilir. Deməli, bütövlükdə 3 bərabərliyi Cauchy'nin integral düsturu adlanır və bu sağ tərəfdəki integral isə Cauchy integralı adlanır. Və məsələ həllində bu düsturdan biz istifadə edəcəyik. Əgər tələb olunsa ki, funksiyanın qiymətini tapmaq, birbaşa Cauchy'nin integral düsturundan istifadə edəcəyik. Bəzən elə məsələlərində mən yazacağım, elə məsələlərə rast gəlmək olur ki, integralın özünü hesablamaq lazım gəlir. Yəni, 3 bərabərliyinə əsasən mən yaza bilərəm integral el konturu üzrə fz bölünsün z minus z0 dz bərabərdir 2 pi i vuraq fz0. Buna deyək 4 bərabərlik. Bax, buradan tapdıq integralı 2 pini vurduq fz0-a. Belə bir bərabərlik doğrudur ki, integralın özünü hesablayanda verilmiş nöqtədə onda biz el konturu üzrə bu düsturdan istifadə edəcəyik. Və indi buna aiddə mən bir məsələ həll edəcəm. Yəni göstərək ki, Cauchy'nin integral düsturu məsələdə necə tətbiq olunur. Məsələ 3. Cauchy'nin integral düsturunun tətbiqi ilə məsələ 3-ə baxaq. Məsələ 3. İntegral hesablayın. İntegralı hesablayın. I bərabərdir. Qapalı kontur üzrə, el kontur üzrə dz bölünsün z plus 2'nin kubu vuraq z burada el z modulca z bərabərdir bir çevrəsidir. El konturumuz çevrədir, məlum olur. Yenə də istiqamət müsbət saat əqrəbinin əksi istiqamətidir. İstiqamət saat əqrəbinin
əksi istiqamətidir. Əksi istiqamətidir. Həlli, məsələnin həlli. Bayaq dediyim kimi Koşun integral düsturunu tətbiq eləyəcəyik. Əvvəlcə mən bayaqki kimi təyin eləməliyəm z-i, nöqtələri, funksiyanın sıfıra çevrildiyi, məxrəcinin sıfıra çevrildiyi nöqtələri göstərmək, oblastı tam təyin eləyək, sonra verilən integralı hesablayaq. Əvvəlcə baxırıq. Deməli, modulca z bərabərdir 1. Mərkəzi koordinat başlanğıcında radiusu 1-ə bərabər olan çevrədir. Bunu göstəririk. Radiusu 1-ə bərabər olan çevrə və burada mən təyin eləməliyəm funksiyanın məxrəcinin sıfıra çevrildiyi nöqtələr. Bax, funksiya fz funksiyası olaraq fz funksiyası bərabərdir 1 bölək z plus 2-nin kubunu funksiyasına baxaq. İntegralda 1 bölək z plus 2-nin kubu funksiyasına baxaq və Koşinin integral düsturunu tətbiq eləyək. Baxıram, məxrəc z plus 2 bərabərdir 0 olduqda, buradan çıxır ki, z bərabərdir -2. Deməli, verilən bu funksiya z bərabərdir -2 nöqtəsindən başqa bütün S kompleksi müstəvisində analitikdir. Çünki məxrəcin sıfıra çevrildiyi nöqtə budur və biz yazırıq ki, funksiya, verilən funksiya z bərabərdir -2 nöqtəsindən başqa bütün S kompleksi müstəvisində analitikdir. Onda bundan istifadə edib biz Koşi teoremini tətbiq eləyə, Koşi düsturunu, Koşun integral düsturunu tətbiq eləyər. Belə idi ki, düsturumuz fz0 bərabərdir 1 bölək 2 pi L konturu üzrə, qapalı konturu üzrə. L qapalı konturu fz bölünsün z minus z0 dz. Bu düsturdan mən integral tapacağım. Bunun köməkçi düsturu da. Yəni, biz integralı hesablamaq lazım olduğundan bizə bu Koşinin integral düsturundan integralı tapıb yazacağım. Onda alıram belə. İntegral L konturu üzrə qapalı fz bölək z minus z0 dz bərabərdir 2 pi vuraq fz0. Artıq düsturumuz hazırdır. Onda yuxarını silib biz məsələmizi həll eləyə bilərik. Və z bərabərdir -2-dən başqa dedik ki, bütün kompleks müstəvidə funksiya analitik funksiyadır. Verilən integral bərabər olacaq bizdə. Verilən integral bərabər olacaq. Qapalı kontur üzrə artıq bizim oblastımız məlumdur. Modul z bərabərdir 1-dir. dz bölünsün z plus 2-nin kubu z. Və biz dedik ki, fz'yi dedik 1 bölək z plus 2-nin kubu. Onda mən bu bərabərli integralı belə də yaza bilərəm. Qapalı kontur üzrə z bərabərdir 1 çevrəsi üzrə olacaq 1 bölək z plus 2-nin kubu funksiyamız
Məxrəcdə isə z minus z olduğundan z0 sıfırdır. Z minus 0 yaza bilərik. dz. Bax, artıq Koşi integralına gətirdik. Bax, fikir verin. Bax, bizim integralımız artıq bu şəkilə gətirildi. Və burada hesablaya bilərik. Sağ tərəfə nəzərən hesablamalıyıq. Onda yazıram mən. Bu bərabərdir. İki pi bu bərabərdir. 2 pi vurulsun f funksiyasının z0 nöqtəsindəki qiyməti. Z0 da bizdə Z0 sıfıra bərabərdir. Onda olacaq 1 bölək 0 plus 2'nin kubu. Bu da bərabərdir. 2 pi vurulsun 8'də 1 alırıq. Vurulsun 8'də 1. 2 ilə 8 ixsar oldu. Pi bölək 4. Və nəticədə biz verilən integralın qiymətini tapdıq. Yəni i integralı pi bölək 4'ə bərabərdir. Bu verilən məsələnin cavabı olur. Mühazirəmizi davam eləyək. Mən indi Koşi tipli integralı deyəcəm və ona aid də bir məsələ nümunəsi göstərəcəm. Yazırıq Koşi tipli integral. Tutaq ki, el hissə hamar, qapalı və ya açıq əyridir və fi z funksiyası el əyrisi üzərində təyin olunmuş kəsilməz funksiyadır. Bu halda fz bərabərdir 1 bölək 2 pi. Bura integral el əyrisi üzrə fi x'i bölünsün x'i minus z d x'i 5 Koşi tipli integral adlanır. Bu halda bu integral Koşi tipli integral adlanır. Aydındır ki, Koşi tipli integraldan Koşi integral adlanır. Yani Koşi tipli integral ümumi haldadır və burada bayaq dediğimiz Koşi integralı bu Koşi tipli integralın xüsusi halı kimidir. Və əvvəlcədən deyim ki, burada da bir teorem deyəcəyik. Funksiyanın integralın hesablanması və ya funksiyanın törəməsinin hesablanmasında istənilən tərtibin törəməsinin hesablanmasında aşağıdakı teorem doğrudur. Teorem 4. Koşi tipli integral z dəyişəninin z daxil deyil el. Z dəyişəninin analitik funksiyasıdır və onun istənilən tərtibdən törəməsi f n z istənilən tərtibdən törəməsi bərabərdir n faktorial bölünsün 2 pi vuraq qapalı el konturu üzrə
olacaq fi kisi minus z üstü m plus 1 d kisi 6 düsturu doğrudur. Bu düsturun əsas mahiyyəti ondan ibarətdir ki, məxrəcdə kisi minus z-in üstü m plus 1 olduqda z funksiyasının n-ci tərtib törəməsini tapmaq olur. Və bunun göstərilməsi də riyazi induksiya metodundan olur və istənilən tərtib törəmə tapıla bilir. N-in yerinə 1 qoyanda birinci tərtib törəmə deməli burada kvadratın olur. N-in yerinə 2 yazanda ikinci tərtib törəmə onda burada kub olur. Deməli baxacaqsan integral verilib. Fərz eləyək ki burada m plus 1 dördüncü tərtibdir. Onda biz dördüncü tərtib olanda burada üçüncü tərtib törəmə tapılacaq. Qüvvət dördüncü tərtib olanda törəmənin tərtibi ondan bir əskiyi olur. Və bu şəkildə tapılır. Və onu da deyim ki, burada el əyrisi verilmiş ixtiyari z0 daxildir D nöqtəsini öz daxilində saxlayan konturdur. Z0 öz daxilində saxlayır və onda hesablanında bu qayda nəzər. Və burada da 6 düsturun analoji olaraq integralın hesablanması üçün də yazmaq olar. Koşi tipli integraldan aşağıdakı nəticə çıxır. Nəticə belədir. Əgər fz funksiyası D oblastında analitikdirsə, həmin oblastda bu funksiyanın istənilən tərtibdən törəməsi var və ixtiyari z0 daxildir D nöqtəsində f n-ci tərtib törəmə z0 bərabərdir n faktorial bölünsün 2 pi i vuraq L konturu üzrə kiçik L konturu üzrə qapalı L konturu üzrə fi f kisi bölünsün kisi minus z üstü m plus 1 d kisi buna deyək 7 bərabərliyi doğrudur. Və bu bərabərliyə əsasən mən bayaq da dedim ki, törəməni tapanda bundan istifadə eləyəcəyik. Amma 7 düsturundan integral bizə tapmaq tələb olunanda bu düsturu aşağıdakı kimi yaza bilərik. Yedi düsturuna əsasən alıram integral qapalı L konturu üzrə f kisi bölünsün kisi minus z üstü m plus 1 d kisi. Bu bərabərdir 2 pi i bölünsün n faktorial vuraq F'in n-ci tərtib törəməsi Z0 nöqtəsini. Buna deyək 8 düsturu. Bax, bu düsturdan da integralın qiymətini hesablayanda biz istifadə eləyəcək. Gəlin, buna da aid bir məsələ yazaq. Məsələ 4. Məsələ 4. İntegralı hesablayın. I bərabərdir. Qapalı kontur üzrə, L kontur üzrə
dz bölünsün z plus 2'nin kubu. Vuraq z. Burada L z plus 2 modulca bərabərdir bir çevrəsidir. Yenə də istiqamət, saat əqrəbinin əksisindən müsbət istiqamət qeyd olunur. İstiqamət saat əqrəbinin əksi istiqamətidir. Həlli. Yenə də oblastımız çevrədir və funksiyamız qismən integral altında funksiyamız 1 bölə z plus 2'nin kubu vuraq z-dir və əvvəlcə oblastı yenə təyin eləməliyik. Oblastı təyin eləyək, sonra məsələnin həlli. Çəkirəm şəklini. Oblastımız necə oblastdır? X, O, Y modulca z plus 2 bərabərdir bir çevrəsi. Modul işarəsi daxili ifadə 0 olanda z bərabərdir -2. Mərkəzi nöqtəsi -2-də olan radiusu vahidə bərabər olan çevrə olur. Deməli, bu -1, -2, onda çevrəni göstərsək, çevrə olacaq bu şəkildə. Bu olacaq -3. Bax, çevrəmiz bu şəkildə olur. İndi -2 nöqtəsi mərkəzi nöqtədir. İstiqaməti qeyd edirik. Saat əqrəbinin əksi istiqaməti L konturudur bu çevrə. Bu xətt üzrə, yəni əyri üzrə, çevrəsi üzrə verilən inteqralı hesablamalıyıq. Və funksiya olaraq fz bərabərdir 1 bölək z-i götürürük. Z bərabərdir 0, məxrəc 0 olanda o oblastda çevrə daxili nöqtə olmur. Z bərabərdir 0, çevrə xarici nöqtə olur. Yəni oblast daxilində nöqtə deyil bu funksiya. Z bərabərdir 0 nöqtəsi. Onda verilən inteqralı biz Z0 bərabərdir -2 nöqtəsi isə, bax, məxrəcin sıfıra çevrildiyi ikinci nöqtə, bax, buradan. Z plus 2 bərabərdir 0 olanda Z bərabərdir -2 nöqtəsi çevrənin mərkəz nöqtəsidir. Deməli, onda biz bu funksiya burada bu düsturu Koşi tipli integral düsturunu tətbiq eləyə bilərik. Yazıram misalımızı bu şəkildə. Düstur budur. Bu düsturu öz misalımıza tətbiq eləyəcəyik. Olacaq integralı bərabərdir. L konturu dedik ki, modulca z integral əyri üzrə modulca z plus 2 bərabərdir 1. Olacaq 1 bölək z-i yazıram bu şəkildə fz funksiyasını. Məxrəcdə z plus 2'nin kubu dz. Artıq integralın nə formada olduğu görünür və bizim bu misalda bu integral tərtib məxrəcdə 3-cü tərtib olduğundan qüvvət ikinci tərtib törəmi ilə hesablanacaq. Yəni bu bərabər olacaq 2 pi i n'in yerində bizdə 2'dir. Bölə 2 faktorial və olacaq f'in n'in ikinci tərtib törəməsi z0 nöqtəsində. Gəlin, bax, bunu indi hesablayaq.
Bir də qeyd eləyirəm, i bərabər oldu. Qapalı kontur üzrə z plus 2 bərabərdir bir çevrəsi üzrə. 1 bölək z verilən integral 6 ifadəni bu şəkildə yazırıq. Z plus 2'nin kubu dz bərabər oldu. 2 pi i bölək 2 faktorial. Burada da 2'lər ixtisar oldu. 2 faktorial 2'dir. Qaldı pi i. Pi i ikinci tərtib törəmə, funksiyanın törəməsini tapacaq. F2 iştirik. Z0 da bizdə mənfi 2'yə bərabər. Bax, bu oldu. Z0 bərabərdir mənfi 2. Götürüb kənarda törəməni tapırıq. Törəməni tapaq. F-z'imiz 1 bölək z idi. F' z bərabərdir mənfi 1 bölək z kvadrat. F2' z bərabərdir. Mənfi z üstü mənfi 2'nin törəməsi. İkinci tərtib törəmə, birinci tərtib törəmənin törəməsi bərabərdir. Mənfi 2 gəldi qabağa, müsbət 2. Z'in üstü mənfi 2 çıxaq 1 oldu. Z'in üstü mənfi 3. Və bu da bərabər oldu 2 bölək z'in kubuna. Artıq törəməni tapdıq və biz bu hesablamaları nəzərə alırıq. Bu bərabərdir. Pi i vurulsun. İkinci tərtib törəmə 2 bölək z'in kubudur. Törəmənin z0 bərabərdir mənfi 2 nöqtəsindəki qiymət bərabərdir. Pi i vuraq. Z'in yerinə mənfi 2 qoyanda mənfi 8 mənfi 2 bölək mənfi 2 bölək 8 bu da bərabərdir. 2'yə ixtisar oldu. Mənfi pi i bölək 4. Beləliklə tələb olunan integralın qiyməti i integralının qiyməti bərabər oldu. Biz qapalı L konturu üzrə z plus 2 bərabərdir bir çevrəsi üzrə artıq olduğu kimi yaza bilərik. 1 bölək z plus 2'nin kubu vuraq z dz bərabər oldu. Mənfi pi i bölək 4. Bu da verilən məsələnin həlli. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə.